Xoş gördük dəyərli izləyicilər, növbəti videonu sizə təqdim edirik. Bu dəfəki mövzumuz, bu dəfəki izahatımız əsasən əməliyyat olmuş xanımların əməliyyatdan gözləntiləri və o gözləntilərin qarşılığı müzakirə etmək istədik bu dəfə. Və bu müzakirəni əsasən biz hazırladıq Sarğıya gələn xanımların sualları əsasında və onların düşüncələri haqqında toplam ümumiləşdirib əməliyyat olmaq istəyən xanımlar üçün də belə bir izahlı video hazırladıq. Birinci, ən çox nəyə toxunmaq istədik? Deməli, əməliyyatdan sonra xanımlar istəyirlər ki, tam bir dartılmış düz dəri olsun. Təbii ki, abdominoplastika əməliyyatı zamanı xəstə ayaq üstə, yəni şaquli vəziyyətdə nəzərə alınaraq əməliyyat olur. Yəni bizim məqsədimiz xəstənin gələcəkdə düz durmasına uyğun qarnı əməliyyat eləməkdir. Təbii ki, siz oturaq şəraitdə oturduqda müəyyən qədər dəri boşluğu yaranacaqdır. Bu dəri boşluğu əməliyyatın ağırlaşması, uğursuzluğu deyil. Sizin sonrakı həyatınızda bəzi fizioloji qayda qanunların davam etməsi üçün, düzgün hərəkətiniz üçün, sağa-sola rahat çevrilmək üçün lazım olan müəyyən bir boşluq dəri saxlanılır. Təbii ki, əməliyyat zamanı göstərici göbək səviyyəsində olsa da biz göbəkdən daha yuxarı səviyyədə dəri xaric edirik. Hətta ən maksimal dəri xaric etdiyimiz xəstədə də belə müəyyən qədər dəri artıqlığı olur. Yəni bu dəri artıqlığı oturan zaman müşahidə olunur. Adi köynəyimi görürsünüz, oturan zaman boşalır, amma siz düz durarkən bu düz şəkildə qalmış olur. Yəni siz istədiyiniz tam oturaq şəraitdə belə tam düz dəri, bu təbii ki, sizin həyatınızın sonraki mərhələsinə uyğun bir hal deyil, yəni düzgün deyil. İkinci ən çox toxunulan bel və kürəkdə liposaksiyanın miqdarıdır. Yadınızda saxlayın, hər şey sərhəd daxilində icra olunmalıdır. Nə qədər bel kürək liposaksiyası sərhəddən xaric olarsa, bu həmin nahiyədə dəri nekroz riskini artırır. Gələcəkdə o həmin nahiyədə dəri sallanmasının miqdarının daha tez yaranmasına və daha çox yaranmağına səbəb olur. Və bu öncədən xəstə ilə razılaşdırılmış şəkildə həyata keçirilir və ən çox bizim xəstələrdə, şəxsən mənim xəstələrimdə müzakirə olunan mövzulardan biri kəsiyin uzunluğudur. Daha çox uzun kəsiklərə üstünlük verirəm mən bir cərrah olaraq. Bunun səbəbi problemlərin tamamilə həll olmasına görədir. Yəni siz zaten abdominoplastika böyük bir kəsiyə icra olunan əməliyyatdır. Nə qədər kiçik kəsik olarsa, kənarlarda bir o qədər qulaq qalma riskini artırır. Nə qədər kiçik kəsik olarsa, kənarda artıq toxuma qalmağına səbəb olur. Ona görə uzun kəsik daha gözəl effekt verəcək əməliyyat hesab olunur. Və təbii ki, əməliyyatda bu artıq full abdominoplastika deyil də genişləndirilmiş abdominopastikadır. Yəni kəsik qısa heç vaxt genişləndirilmiş abdominoplastika deyil. Biz ona görə bütün xəstələrdə əksər üstünlük veririk genişləndirilmiş abdominoplastika və genişləndirilmiş abdominoplastika full abdominopastikadan bir mərhələ daha effektiv əməliyyat sayılır. Uğur olsun.